Hər kəsi salamlayıram. Növbəti mövzumuz do, does mövzusudur. Do və does present simple, yəni indiki sadə zaman cümlələrində köməkçi fe'l kimi işlənir. Əsasən sual və inkar cümlələri qurmaq üçün istifadə olunur. Do haqqında əvvəlcə məlumat verim. Do şəxs əvəzliklərindən I, you, we və they ilə istifadə olunur. Nümunələrə baxaq. I do my homework. Mən ev tapşırığımı edirəm. You do your work. Sən işini görürsən. We do exercises. Biz məşqlər edirik. They do their homework. Onlar ev tapşırıqlarını edirlər. Does isə he, she, it şəxs əvəzlikləri ilə istifadə olunur. Nümunələrə baxaq. He does his homework. O ev tapşırığını edir. She does the washing. O paltar yuyur. It does not work. O işləmir. Do, does isimlərlə işlənməsinə baxırıq. Əvvəlki səhifələrdə yalnız şəxs əvəzliklərlə istifadə olunurdu. İndi isimlərin işlənmə qaydasına baxacağıq. Məsələn, Əli does-la istifadə olunub. Səbəb budur ki, Əli kişi cinsidir və üçüncü şəxsin təkindədir. Buna görə does-la istifadə olunub. My father kişi cinsidir, he'dir. Üçüncü şəxsin təkində istifadə olunub. My mother qadın cinsidir, she'dir. Üçüncü şəxsin təkində istifadə olunub. The cat it o üçüncü şəxsin təkində deməkdir. Book da şəxs əvəzliklərindən itdir, cansızdır. Üçüncü şəxsin təkində istifadə olunub. Buna görə də bu isimlər does-la göstərilmişdir. Cəm isimlərdə isə my parents do-la, my friends do, the students do, the books do. Yadda saxlamaq üçün bura həm nümunələr qeyd etmişəm, həm də bir daha burada yadda saxlaya aid qayda yazmışam ki, əgər isim təkdə olarsa, bu zaman does, cəmdə olarsa, do-dan istifadə edəcəyik. Tək isimlər sonunda s olmayan, təkri bildirən isimlərdir. Bu zaman does-dan istifadə olunur. Cəm isimləri isə sonunda s olan və yaxud da kökündən dəyişən cəmlənən isimlərdə do-la istifadə olunacaq. Does Ali play football? Burada sual cümləsidir. Sual cümləsi yarananda do və does mübtədadan əvvələ keçir. Digər köməkçi fe'llərdə olduğu kimi önə keçəcək. Does Ali play football? Əli futbol oynayır. Does my father work here? Mənim atam burada işləyir. Do my parents live in Baku? Valideynlərim Bakıda yaşayırlar. Do the students study English? Şagirdlər ingilis dili öyrənirlər. Burada diqqətli baxsaq, Əli üçüncü şəxsin təki does, my father üçüncü şəxsin təki does, parents cəmdədir, do, students cəmdədir, do verilib. Qrammatik qaydaya uyğun olaraq sonda test tapşırığı qoymuşam. Qrammatik qaydanı ətraflı şəkildə öyrəndikdən sonra bu test tapşırığını işləməyi tövsiyə edirəm. Növbəti did mövzusudur. Yəni eyni mövzudur, amma do, does indiki zamana aid idi. Did isə keçmiş zamana aiddir. Did do fe'linin keçmiş zaman formasıdır. Past simple, yəni keçmiş sadə zaman cümlələrində
Köməkçi feil kimi sual və inkar qurmaq mümkündür. Şəxs əvəzliklərində heç bir fərq yoxdur. Bütün şəxslərdə did istifadə olunur. I did, you did, he did, she, it, we, they. Bunlar hamısı diddən istifadə olunacaq. Təsdiq cümləsində did işlənmir. Feilin ikinci forması işlənəcək. Yəni id ilə. I played football yesterday. Mən dünən futbol oynadım. He visited his grandmother. O nənəsini ziyarət etdi. They watched TV last night. Onlar dünən axşam televizora baxdılar. Sual cümləsində did mübtədadan əvvələ keçəcək və did gələndə feil həmişə birinci formada olmalıdır. Yəni id artırmaq olmaz. Did və id eyni cümlədə istifadə oluna bilməz. Bu zaman feil birinci formasına, yəni ilkin variantına qayıdır. Birinci nümunəyə baxsaq aydın olacaq ki, did you play football yesterday? Sən dünən futbol oynadın. Burada play, played idi. Axırında id vardı. Played. Amma sual verəndə didlə sual verdiyimizə görə played sözünün sonundakı id düşür və play şəklində qalır. Did he visit his grandmother? O nənəsini ziyarət etdi. Did they watch TV? Onlar televizora baxdılar. İnkar cümləsində mübtəda did not, didn't feilinin forması didn't olur. Yəni did not qısalaraq didn't şəklində olur. He did not play football. Və yaxud da didn't. She didn't come to school. O məktəbə gəlmədi. We didn't watched. Tam formasını desək, do qısaltmada don't, do not, don't, does not, doesn't, did not, didn't şəklində qısalır. Nümunələr. I don't like coffee. Mən qəhvəni sevmirəm. He doesn't play football. O futbol oynamır. She doesn't have a car. Onun maşını yoxdur. We didn't go to school yesterday. Biz dünən məktəbə getmədik. They didn't watch TV last night. Onlar dünən axşam televizora baxmadılar. Yenə buradan bir yadda saxla qoymuşam ki, do not, don't, does not, doesn't şəklində, did not isə didn't kimi qısalacaq.